dostlar, mən Utqarsayım. Bu gün sizinlə nə video seçirəm? Başlığında bildiyiniz kimi bu gün sizinlə bir gün idmanlı vlog seçirəm. Bəli, bir dənə gürültülü alqış alalım. Bəli dostlarım, deməli bu gün sizinlə nə edəcəyik? Qolumuzu işləyəcəyik, pres eləyəcəyik. Bugün bir də ki, səhv etmirəmsə, ayaq yoxdur, amma qolla pres işləyəcəyik bugün. Yəni ki, qarın əzələsini işləyəcək, bir də ki, qol əzələsini işləyəcək. Bugünkü günüm belədir. İndi bilmirəm, bir saat olar ki, yemək yemişəm, tam bilmirəm. Bilirsə dostlarım, deməli burada alətlərimizi indi sizə yavaş-yavaş göstərim, sizə bax. Baxın dostlar, alətlərimiz bunlardır və bunlarla məşğul olacaq. Belə 3 dənə bir şeydir. Amma bir də ki, pres eləyəcəm yerdə, jim eləyəcəm və bir çox hərəkətlər eləyəcəm. Neysə dostlarım, indi mən keçim ora, başlayaq idmana. Mən idmanı sürətləndirilmiş şəkildə qoyacağam. Siz də ki, baxarsınız. Bəli dostlarım, artıq başlayıram. Mən dostlarım, yüngül çəki ilə işləyirəm, amma daha çox işləyirəm. Çünki ağır çəki ilə işləməkdə daha risklidir. Yəni ki, belə deyim, az çəki ilə işləyib çox işləmək ondan daha 1000 qat belə yaxşıdır. Neysə dostlarım, indi birinci hərəkətimiz belə olacaq. Baxın, sizə bir dənə örnək verim. Baxın, qaldırdım belə. Bundan bir 20 dənə, 25 dənə eləyəcəm. Neysə dostlarım, mən keçid alıram. Baxın dostlarım, belə. İndi dostlarım, mən keçid alıram idmanımı eləməyə. Siz də ki, bu zaman nə edirsiniz? Aşağıdan kanala like atıb abunə olursunuz. Bir də ki, altdan çıxan Instagram səhifəmdəki follow atırsınız. Neysə dostlarım, mən başlayayım video sürətləndirdə. Gliding with the native foes poke. Put it up on the block like a street gang. With the native foes poke. They were gliding with the put it up on the block like a street gang. Bəli dostlarım, artıq bu qaldırmaqdan, yəni ki, belə qaldırmaqdan bir 20 dənə işlədim. 20 dənə işlədim. Dünən dostlarım, məşqim ağır olub deyə biraz az işləyəcəm. Çünki biraz qolum ağrıyır, məşqim ağır olduğuna görə. Neysə dostlarım, indi biraz qoluma fasilə verin, biraz qolum çox ağrıyır. Dünən də qol işlədim. Neysə, neyniyətə. Neysə dostlarım, bunu çəkim qırağa, indi mən o birisini işləyəcəm. Yəni çəkim istərəm. Kolum ağrıyor biraz. Yeah. 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 Bəli dostlarım, deməli bu hərəkətdən də təxmini bir 10 dənə işlədim. Çünki dostlarım, bu hərəkət daha çətin olduğuna görə əslində mən bu hərəkətdən 20 dənə işləyirəm. O birisi hərəkətdən də ki 30-25 dənə işləyirəm. Yenə də deyirəm, dünənki məşqim ağır olduğuna görə biraz azad işləyirəm. Bu biraz həm də ki çətin hərəkətdir. O daha asandır da, bayaq ki ondan daha asandır. Baxın, bu daha çətindir. Tutursan, işləyirsən. O birisi daha asandır. Neysə dostlarım, bu arada belə bir şey dedim. Əgər neysə səhvlərim varsa, idman edən zaman neysə səhv hərəkət eləyirəmsə, məsələn, nədən yoxsan tapırsınızsa, onları altda komment, yəni ki, şərh bölümündə yazarsınız. Mən də ki, baxaram, səhvlərimi düzəldərəm. İndi dostlarım, baxın, belə bir şeyimiz var, göstərim.
Yəqin ki gördünüz də. Baxın belə. İndi dostlarım biraz fasilə verib su içim. Onu dostlarım belə 20 dənə işləyəcəyik. Neyse dostlarım, hələlik sağ olun. Gedim bir stəkan su içim, gəlirəm. Bəli dostlarım, artıq suyumu içdim. Suyu dostlarım, baxın göstərim necə bir həcmdə içdim. Stəkan, bu boyda stəkanda içdim. Çünki suyumu biraz az içdim ki, qarnımda dostlarım çox belə nətər deyim, izah eləyə bilmirəm. Çünki dostlarım daha rahat olsunlar mənə idman eləmək. Suyu çox içəndə adama daha rahat olmur nədənsə idman etmək. Çünki su qarnında olur, belə deyim. Biraz pis çıxacaq, amma belə deyim ki, qarnında belə suyun səsi gəlir də, çox içəndə. Belə məsələn, tərpənirsən, etsən, qarnında elə bir ki, su çalxalanır, belə deyim. Neyse dostlarım, indi hərəkətimiz, baxın, bu hərəkətdir. Baxın, bunu belə qaldıracaq, aşağı salacaq. Bir də ki, dostlarım, belə bir şey deyim, məsləhət kimi deyim, belə bir şey deyim. İdman edən zaman dostlarım, çox vaxt baxın, güzgüyə baxın edin ki, nədə səhviniz olursa, tez bir zamanda həmin səhvinizi düzəldin, bir də etməməyə çalışın. Belə deyim, bu arada yenə də deyirəm, aşağıdan kanala like atıb abunə olmağı unutmuruq. Bir də ki, aşağıdan çıxan Instagram səhifəmədəki follow atmağı unutmuruq. Bir də ki, dostlarım, yenə də deyirəm ki, mənim nə səhvim olsa, nə nöqsanım olsa, aşağıda yorumlarda fikir bildirməyi, rəy bildirməyi unutmayın. Neyse dostlarım, indi bu hərəkəti işləyəcəm. Sürətləndirilmiş görəcəksiniz. Yenə də çünki ürəyinizi sıxmaq istəmirəm. Başlayaq. Bismillah. Bəli dostlarım, deməli həmin hərəkətdən də biraz işlədim. Deyirəm, dünənki qol məşqim ağır olduğuna görə biraz qolum ağrıyır. Bu arada dostlarım, belə söz deyim ki, hələ bədənim tam formada deyil. Çünki dostlarım, mən bir ara idmanı buraxdım. Vaxtım olmur, dostlarımı çatdıra bilmirdim. Bir ara buraxdım, amma yenidən belə deyim, vaxt tapan kimi başlayıram idman eləməyə. Çünki dərslərim dostlarım biraz çox olurdu, ona görə buraxmışdım. Mən dostlarım, sizə həm video yaratmağa çalışıram, həm dərslərimi oxumağa çalışıram, bir çox şeylər və idman etməyə çalışıram. Bir də dostlarım, belə bir söz deyim ki, video fikirləriniz varsa aşağıda kommentariya bölümündə bildirin. Sonra dostlarım, jim hərəkətini yəqin bilirsiniz ki, adjimaniya, belə deyim. Çünki yəqin ki, belə başa düşürəm ki, çox insanlar jim bilir, amma mən rus ustasında dedim deyəsən. Neyse dostlarım, indi başlayacaq jim hərəkətini eləməyə, sonra bu hərəkətləri yenidən təkrar edəcəyik. Məsələn, indi elədiyimiz hərəkətdə mən 15 dənə elədim. Bu da biraz çətin hərəkətdir. Ki, əndən tutursan, qaldırırsan. Özdə ki, burada 12 kiloqram var, səhv eləmirəmsə. Neyse dostlarım, deməli, indi jim eləyəcəyik, 25 dostlarım, 10 dənə eləyəcəm. Çünki dostlarım, mən jimi təmizə deyirəm. Baxın, jimi 10 dənəyə çatdırmağa. Elə benim ki, dostlarım, çox insan eləyirəm, 15-20 dənə eləyirlər. Amma jimi düzgün eləmirlər, belə deyim. Jimi eləyən zaman gələ insan, baxın, belə deyim ki, qollar əssin. O qədər çətin düşsün ki, qollar əssin. Mən hər dəfə jim eləyəndə, elə benim ki, məsələn, 8-də 9-da başlayıb qollarım əsməyə. Qollarım belə əsir dostlarım. Çünki jimdəki o çətin hərəkətdir. Çünki dostlarım, jimi eləyirsən, belə qalxan zaman qollar əsir, elə titrəyir. İndi əgər elə bir fragment olsa sizə göstərməyə çalışacağam. İndi düzəldim kameranı, sizə jimi də göstərim. Hələlik sağ olun. Bəli dostlarım, jimi də ki elədim. Təxminən dostlarım, jimi 12-11 dənə elədim. Dediyim hal yenə də yaşandı. Qollarım belə əsirdi. Bacardığım qədər çox eləməyə çalışdım. Amma dedim ki 10 dənə maksimumdur. Mən də ki 10 dənədən artıq olaraq 12 dənə elədim. Əslində maksimum dostlarım, rekordum 20 dənədir. Onda da dostlarım, biraz pis vəziyyətdə oluram. Çünki dostlarım, qol tab gətirə bilmir həmin şeyə. Belə deyim ki, həmin necə deyim, həmin bilmirəm də, nəysə ona qol tab gətirə bilmir, yadımdan çıxdı söz. Qol həmin şeyə tab gətirə bilmir.
dözə bilmir də artıq. Uje qol başlayır əsməyə. Baxın dostlarım, məsələn, çox insan baxın jimi belə edirlər. Baxın, belə. Belə jim sayılmır. Baxın dostlarım, qollarını da belə açırlar. Jim eləyən zaman dostlarım, baxın, mən sizə əsər jimi göstərim. Baxın dostlarım, belə əllərimizi qoyuruq, başımızı qabağa, belə. Sonra da ki, qalxırıq. Həmin zamanda ki, dostlarım, qol uje titrəyir qalxan zaman. Çox eləyən zaman qol başlayır uje yavaş-yavaş titrəməyə. Gördünüz dostlarım, sizə diqqətlə qollarıma nəzər yetirin mən eləyəndə. Baxın, diqqətlə dostlarım, qollarıma nəzər yetirin. Məndə dostlarım, həm üzümdə də pis ifadə ola bilər. Deyə bilərsiniz ki, buna bax hələ 10 dənə jim eləyir. Bunun üz cizgilərinə bax da. Yəni ki, dostlarım, sizə asan gəlməsin. Çox insan baxın belə eləyir, bax. Baxın. Heç yox. Belə jim sayılmır. Neysə dostlarım, keçim o birisi hərəkətimə. O birisi hərəkətim dostlarım, əslində məndə belə bir şey də var, amma bununla işləyə bilmirəm. Nədənsə, baxın, işləyə bilmirəm. Biraz çətinliklə işləyirəm bununla. Ona görə bununla işləməyə çalışmayacağam. Hələlik bunu saxlamışam, biraz hər şey qüvvəyə minsin, başlayacağam bununla işləməyə. İndi dostlarım, presə keçəcəm. Bu arada dostlarım, o birisi hərəkətlərdən dedim ki, heç olmasa 5 dənə azaldım. Həm videonun vaxtı uzun olmasın, həm də ki, biraz dostlarım yorğunam. Bugün də işlərsindən çox yorub, həm də ki, dünən qola çox pis işləmişdim. Neysə, səni qoyum təzim yerinə. İndi keçirik dostlarım presə. Presi dostlarım, mən belə presi yarımçıq qalxıram. Presi yarımçıq qalxanda dostlarım, bura qat-qat yaxşı işləyir də. Yəni ki, pres bölümü. İlk növbədə dostlarım, belə. Bəli dostlarım, presdən də ki, 30 sən elədim. Qalxım çox çoxudur. Çünki dostlarım, yarımçıq qalxanda daha çox təsir göstərir pres yerinə, pres bölümünə. Yəni ki, qarın hissəsində daha çox təsir göstərir. O da ki, belə deyim, biraz da ki, mən normaldan yuxarı eləsəydim, bəlkə qarın ağrısına bu dəqiqə dözə bilməyəcəkdim. Qarın ağrısı deyil, pres əsrəsində, pres əsrəsində belə deyim ağrısı. Neysə dostlarım, mən indi 30 sən elədim. İlk etdiyimiz hərəkətdən işləyəcəm. İlk dəfə 20 dəfə eləmişdik, bu dəfə 10 dəfə eləyəcəm o hərəkətdən. Şimdi işlədiyimiz hərəkətdən 10 dənə eləmişdik. Həmin hərəkətdən də ki, 7 dənə eləyəcəm. Üçüncü belə qaldırırdım. Ondan işləmişdim. 15 dəfə, ondan da ki 10 dəfə işləyəcəm və jim hərəkətindən 5 dəfə işləyəcəm, 5-7 dəfə işləyəcəm. Pres hərəkətindən də ki 30 dənə eləmişdim, 15 dənə işləyəcəm. Neysə dostlarım, sağ olun, keçək indi hərəkətləri etməyəcəm. Bəli dostlarım, deməli artıq sizə belə deyim ki, dostlarım, videonun vaxtı çox uzun oldu. Mən heç bu qədər gözləmirdim, istəmirəm ki, videonun vaxtı uzun olsun. Həm montajı mənə çətin olur, həm də ki, uzun videolar nədənsə belə açmır, mən belə deyim. Neysə dostlarım, videonu bitirmə qərarı aldım. Mən də o birisi hərəkətlər söz verirəm. İkinci setlərini də eləyəcəm. Hamısının sözüm kişi sözüdür. Eləyəcəm mən. Bundan sonra ikinci setlərini eləyəcəm. Neysə dostlarım, siz belə videoların davamı üçün aşağıdan kanal like atıb abunə olmağı unutmuruq. Bir də ki, buradan çıxan Instagram səhifəmə də ki, follow atmağı unutmuruq. Yəni ki, takip atmağı unutmuruq. Sizləri çox sevirəm. Kommentlərdə də rəylərinizi bildirməyi unutmayın. Sizləri çox sevirəm. Sağ olun, salamat qalın və özünüzə yaxşı baxın.